Bugün evinizi sərinlədən kondisioner, baxdığınız televizor, əlinizdəki telefon və internet, başınızın üstündə ucalan göydələnlər, istifadə etdiyiniz avtomobillər və avtobuslar, əyninizdəki müasir geyimlər, tərəvəzlərin ilin hər fəslində hamıya çatması və məhsuldarlıq üçün istifadə olunan kimyəvi gübrələr, hətta sizi bir fərd, bir insan olaraq dövlətlərin qarşısında qoruyan hüquqlar, azadlıqlar və qanunlar, hamısı, istisnasız olaraq hamısı Qərbin elmi inqilabının nəticəsidir. İndi gəlin çoxlarının dilə gətirməyə cəsarət etmədiyi, amma ağlından keçirdiyi o radikal və provokativ sualı qoyaq. Əgər Avropa və Qərb elmi olmasaydı, biz bugün doğrudanmı əlimizdə nizə, çadırda yaşayırdıq? Tarixi sadəcə Şərqin mistik nağılları və ya Qərbin sənaye uğurları kimi oxuyanlar üçün bu sualın cavabı bir mənalıdır. Amma həqiqət nə ağdır, nə də qara. Qərb bugün insanlığı kosmosa daşıyan, xəstəlikləri genetik səviyyədə müalicə edən o nəhəng intellektual imperiyanı bir gecədə qurmadı. Bu imperiya kilsənin qaranlıq zindanlarından, fikirlərinə görə yandırılan filosofların küllərindən, səmada tanrını axtararkən riyaziyyatı tapan dahilərin dəliliyindən doğdu. Bəs Qərb bu ağlasığmaz inkişafa necə nail oldu? Necə oldu ki, bir vaxtlar epidemiyaların, aclığın və dini fanatizmin içində boğulan bir coğrafiya sonradan bütün dünyanın ağlını və gələcəyini idarə edən bir elmi maşına çevrildi? Oradan dünyaya yayılan elm dünyamızı necə dəyişdi və bizi həqiqətən də hansı taleyin astanasından xilas etdi? Bugün bəşəriyyətin ən böyük, ən təhlükəli və ən maraqlı intellektual macərasına, insan ağlının sərhədlərini yenidən cızan o tarixi səyahətə çıxırıq. Hər şey səs və rəqəmlə başladı. Eramızdan əvvəl 6-cı əsrdə Egey dənizinin sahilində Samos adasında doğulmuş bir adam bəşəriyyətin taleyini dəyişəcək o böyük iddiaya imza atdı. Hər şey rəqəmdir. Bu adam Pifaqor idi. Onun yaratdığı intellektual cərəyan olmasaydı, bugün nə kosmik gəmiləri orbitə buraxa, nə də kompüter kodları yaza bilərdik. Çünki Pifaqor təbiəti mistik fəlakətlərin və ya şıltaq tanrıların oyun meydanı olmaqdan çıxarıb, onu riyazi bir düstura oturtmağa cəsarət edən ilk insan idi. Pifaqora qədər insanlar göy gurultusunu Zevsin qəzəbi, zəlzələləri isə Poseidonun hiddəti hesab edirdilər. İnsan qorxu içində idi. Təbiət idarə olunmaz bir xaos idi. Lakin Pifaqor kainatın kör-körana bir xaos deyil, heyran edici bir nizam olduğunu müdafiə etdi. Məhz o, Yunan dilində nizam, gözəllik və bütövlük mənasını verən kosmos sözünü kainatı təsvir etmək üçün istifadə edən ilk filosof oldu. Kosmos təsadüfən qurulmamışdı. Onun arxasında mükəmməl bir həndəsə dayanırdı. Pifaqorun ən böyük elmi dönüş nöqtəsi bir dəmirçi emalatxanasının qarşısından keçərkən baş verdi. Çəkicilərin zindana vurduğu zərbələrdən çıxan səslər onun diqqətini çəkdi. Bəzi çəkicilər birlikdə vurulanda qulağa xoş gələn harmonik səslər, bəziləri isə disonans, yəni qıcıqlandırıcı səslər çıxarırdı. Pifaqor emalatxanaya daxil olub çəkiciləri çəkdi. Məlum oldu ki, harmonik səslər çıxaran çəkicilərin çəkiləri arasında tam və sadə riyazi nisbətlər var idi. Məsələn, biri digərinin tam 2 qatı ağırlığında olanda səs bir oktava fərqlənirdi. Bu, bəşər tarixində elmin ilk böyük qığılcımı idi. Pifaqor fiziki dünyadakı subyektiv bir hissin, gözəllik və harmoniya duyğusunun əslində riyazi bir nisbətə, 2-nin 1-ə, 3-ün 2-yə, 4-ün 3-ə əsaslandığını sübut etdi. O musiqini rəqəmlərə tökdü. Əgər bir simin uzunluğu tam tən ortadan bölsəniz, eyni səsin bir oktava təmiz variantını alırsınız. Bu kəşf Pifaqorun zehnində radikal bir qapı açdı. Əgər yerdəki musiqi rəqəmlərlə idarə olunursa, göydəki ulduzların hərəkəti niyə olunmasın? Buradan onun məşhur sferaların harmoniyası nəzəriyyəsi doğuldu. Pifaqor səmada apardığı gecə müşahidələrində planetlərin və ulduzların təsadüfi trayektoriyalarla deyil, müəyyən riyazi interval və sürətlərlə hərəkət etdiyini gördü. O iddia edirdi ki, planetlər öz orbitlərində fırlanarkən insan qulağının eşidə bilmədiyi, lakin ruhun dərk etdiyi nəhəng və mükəmməl bir kosmik simfoniya ifadə edirlər. Bugün biz kosmosda səsin yayılmadığını bilsək də, planetlərin hərəkət qanunlarının tamamilə riyazi tənliklərə tabe olduğunu bilirik. Pifaqorun intuisiya ilə tapdığı reallıq bu idi. Pifaqor və onun tələbələri astronomiya tarixində daha bir inqilabi addım atdılar.
onlar yer kürəsinin bir kürə şəklində olduğunu irəli sürən ilk mütəfəkkirlər sırasında idilər. O dövrdə hər kəs dünyanı düz bir boşqab kimi təsəvvür edərkən, Pifaqorçular tamamilə estetik və riyazi mülahizələrlə bu nəticəyə gəlmişdilər. Həndəsədə ən mükəmməl fiqur sferadır, yəni kürədir. Çünki onun mərkəzindən hər bir nöqtəsinə qədər olan məsafə bərabərdir. Əgər Tanrı kainatı yaradıbsa, onu ən mükəmməl formada, kürə formasında yaratmalıdır. Bu fərziyyə sonradan gəmilərin üfüqdə itməsi və ay tutulması zamanı yerin ay üzərinə düşən kölgəsinin qövsvari olması ilə empirik, yəni təcrübi olaraq da sübut ediləcəkdir. Pifaqor məktəbi həm də bugün hər bir məktəblinin bildiyi memarlıqdan tutmuş mühəndisliyə qədər hər yerdə istifadə olunan o məşhur teoremi sistemləşdirdi. Düzbucaqlı üçbucaqda katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir. Bu kəşf sadəcə bir həndəsə qaydası deyildi. Bu, fiziki məkanı insanın öz ağlı ilə ölçə və idarə edə biləcəyinin elanı idi. Tikilən binaların düz durması, xəritələrin çəkilməsi, dənizçilərin istiqamət tapması bu sadə düstura söykənirdi. Lakin Pifaqor məktəbi bir laboratoriya elmi deyil, mistik bir din idi. Onun qurduğu cəmiyyət ciddi gizlilik prinsipləri ilə işləyirdi. Bu cəmiyyətdə rəqəmlər ilahiləşdirilmişdi. Məsələn, bir rəqəmi hər şeyin başlanğıcı və Tanrını, 2 maddəni və bölünməni, 4 ədaləti, 10 isə kainatın ən müqəddəs rəqəmini təmsil edirdi. Onlar paxla yeməyi qadağan edir, ruhun heyvan bədənlərinə keçəcəyinə inanırdılar. Bu mistik riyaziyyat öz daxilində ən böyük elmi böhranı da yaşadı. Pifaqorun tələbələrindən biri olan Hippas tərəfi bir vahid olan düzbucaqlı üçbucağın hipotenuzunu hesablamaq istəyərkən gözlənilməz bir şeylə qarşılaşdı. Cavab kök altında 2 idi. Bu ədəd tam və ya kəsr olaraq ifadə edilə bilmirdi. Sonsuza qədər təkrarlanmadan gedirdi. Bu, Pifaqorun kainat yalnız tam rəqəmlərin nisbətindən ibarətdir fəlsəfəsini kökündən sarsıdan bir tapıntı idi. Rəvayətə görə Pifaqorçular bu sirrin yayılmaması üçün Hippası dənizə ataraq boğdular. Elm uğrunda verilən ilk qurban bəlkə də o idi. Pifaqorun gətirdiyi ən böyük yenilik isə fəlsəfə və elmi birləşdirmək oldu. Özünə ilk dəfə filosof deyən insan da o idi. O, elmi sadəcə gündəlik işləri asanlaşdıran bir alət kimi görmürdü. Pifaqor üçün elm ruhun təmizlənməsi prosesi idi. Kainatın riyazi qanunlarını öyrənən insan ruhən Allaha yaxınlaşırdı. Əgər Pifaqor kainatı bu cür rəqəmsal və həndəsi süzgəcdən keçirməsəydi, qərb düşüncəsi dünyanı analiz edilə bilən bir struktur kimi qəbul etməyəcəkdi. Təbiət kitabı riyaziyyat dilində yazılmışdır deyən Qaliley əslində Pifaqorun açdığı cığırdan gedirdi. Pifaqor bəşəriyyətə elə bir açar verdi ki, o açarla biz bugün atomun növbəsindən tutmuş qalaktikaların uzaqlığına qədər hər şeyi ölçə bilirik. O, insanı qorxulu xaosdan çıxarıb riyazi nizamın taxtına əyləşdirdi. Pifaqorçular diqqəti səmada bərq vuran fırlanan ulduzlara və rəqəmlərin mistik nizamına yönəltmişdilər. Lakin eramızdan əvvəl 5-ci əsrdə Afina küçələrində cırılmış tunika ilə gəzən ayaqyalın bir adam elmin və fəlsəfənin istiqamətini göylərdən yerə, insanın öz içinə endirdi. Bu adam Sokrat idi. Romalı mütəfəkkir Siseron onun haqqında yazırdı. Sokrat fəlsəfəni göylərdən yerə endirdi. Onu şəhərlərə və evlərə gətirdi. Həyat, əxlaq, xeyir və şər haqqında suallar verməyə məcbur etdi. Sokratın elm və düşüncə tarixinə gətirdiyi ən böyük yenilik onun məşhur metodu, Sokratik dialoq oldu. O heç vaxt mühazirə oxumurdu. O iddia edirdi ki, mən heç nə bilmirəm və mənim işim insanlara yeni bir şey öyrətmək deyil. Sadəcə onların zehnində onsuz da mövcud olan doğruları suallar vasitəsilə üzə çıxarmaqdır. Sokrat insanlara deyirdi, özünü tanı. Biz kainatın neçə qatdan ibarət olduğunu, ulduzların məsafəsini bilməzdən əvvəl insan olaraq necə yaşamalıyıq, ədalət nədir, fəzilət nədir suallarına cavab tapmalıyıq. Onun bu tənqidi yanaşması modern elmi metodun ən vacib sütununu, hər bir iddiaya şübhə ilə yanaşmaq və sual vermək prinsipini formalaşdırdı. Sokrat Afinadakı gənclərin beynini zəhərləmək və tanrıları tanımamaq
ittihamı ilə gənc yaşda baldırğan zəhəri içirdilərək edam edildi. Amma onun başlatdığı intellektual üsyanı heç bir zəhər boğa bilmədi. Sokratın ən parlaq tələbəsi Platon bu fəlsəfəni götürərək ilk böyük akademiyanı qurmaq üçün hərəkətə keçdi. Platon bəşər tarixinə mağara allegoriyası ilə silinməz bir möhür vurdu. Təsəvvür edin ki, insanlar uşaqlıqdan bir mağarada zəncirləniblər və üzləri yalnız divara tərəfdir. Arxalarında bir tonqal yanır və tonqalın önündən keçən obyektlərin kölgələri divara düşür. Mağaradakı insanlar üçün yeganə reallıq bu kölgələrdir. Günlərin bir günü bir nəfər zəncirlərini qırır, mağaradan çıxır və çöldə real dünyanı, həqiqi günəşi görür. Geri qayıdıb gördüklərini danışanda isə mağaradakılar onu dəli hesab edirlər. Platon bu hekayə ilə elmi abstraksiyanın, yəni görünənin arxasındakı görünməyən qanuna uyğunluqları axtarmağın təməlini qoydu. Onun fəlsəfəsinə görə bizim gözümüzlə gördüyümüz, toxunduğumuz bu maddi dünya əslində real deyil. O sadəcə mükəmməl olan ideyalar dünyasının qüsurlu kölgələridir. Məsələn, biz dünyada müxtəlif üçbucaqlar çəkə bilərik, amma heç biri mükəmməl deyil. Mükəmməl üçbucaq ideyası yalnız bizim ağlımızda mövcuddur. Platonun bu ideyalar nəzəriyyəsi qərb elminə maddənin arxasındakı riyazi və mücərrəd formaları axtarmaq instinktini qazandırdı. Təsadüfi deyil ki, onun qurduğu akademiyanın qapısında bu cümlə yazılmışdı. Həndəsəni bilməyən bura daxil olmasın. Platonun akademiyasında yetişən, lakin sonradan öz müəlliminə qarşı çıxan ən böyük zəka isə Aristotel oldu. Aristotel müəllimindən fərqli olaraq idealist deyil, realist və empirik idi. O, tarixin bəlkə də ilk böyük ensiklopedisti və sistemli elm adamı idi. Onun məşhur bir sitatı var: "Platonu sevirəm, amma həqiqəti Platondan daha çox sevirəm." Aristotel iddia edirdi ki, həqiqəti tapmaq üçün göylərdəki ideyalara baxmaq lazım deyil, yerə enib maddəni, təbiəti müşahidə etmək lazımdır. O, reallığı mağaranın çölündə deyil, elə mağaranın öz daxilində axtarırdı. Aristotel elmi fənlərə böldü: fizika, metafizika, biologiya, poetika, siyasət və məntiq. Bugün istifadə etdiyimiz elmi təsnifat sistemini o yaratdı. Aristotel biologiyanın atası sayılır. O, Lesbos adasında illərlə dəniz canlılarını, balıqları, quşları müşahidə edərək 500-dən çox heyvan növünü təsnif etdi. Onların daxili orqanlarının anatomik quruluşunu analiz etdi. O, ilk dəfə induksiya, tək faktlardan ümumi nəticəyə gəlmə və deduksiya, ümumi qaydalardan xüsusi nəticə çıxarma üsullarını ehtiva edən formal məntiq sistemini qurdu. Məsələn, bütün insanlar fanidir. Sokrat insandır. Deməli, Sokrat fanidir. Bu üçlü quruluş elmi mülahizələrin dəyişməz qaydasına çevrildi. Bununla belə Aristotelin bəzi elmi fərziyyələri sonradan qərb elminin qarşısında 2000 il boyu aşılmaz bir maneəyə çevriləcəkdi. Məsələn, o inanırdı ki, ağır cisimlər yüngül cisimlərə nisbətən yerdə daha sürətlə düşür. O, həmçinin yeri kainatın mərkəzində qəbul edirdi, yəni geosentrik sistem. Onun fizika və astronomiya sahəsindəki bu fikirləri o qədər güclü bir doqmaya çevrildi ki, sonradan kilsə bu fikirləri müqəddəs mətnlər qədər toxunulmaz elan edəcəkdi. Antik Yunanın bu üç nəhəngi Sokrat, Platon və Aristotel insanlığa dünyanı anlamaq üçün fərqli alət verdi. Sokrat şübhə etməyi və sual verməyi, Platon görünənin arxasındakı riyazi idealı tapmağı, Aristotel isə faktları qeydə alıb onları sistemli şəkildə təsnif etməyi öyrətdi. Qərb elminin DNT-si məhz Afinanın bu tozlu küçələrində və zeytun bağlarında yazıldı. Onlar olmasaydı, elm sənədləşdirilməmiş, metodologiyası olmayan xaotik məlumat yığınından ibarət qalacaqdı. Antik Yunan intellektual azadlığı Roma imperiyasının çökməsi ilə yerini tamamilə fərqli bir sivilizasiya modelinə verdi. Tarix kitabları çox vaxt bu dövrü qaranlıq əsrlər adlandırır. Kilsənin elmin yeganə qatili kimi qələmə verir. Lakin tarixi reallıq daha mürəkkəb və ziddiyyətlidir. Orta əsrlərdə kilsə elmi üçün həm qəddar bir zindan, həm də onun qorunub saxlandığı yeganə sığınacaq, inkubator rolunu oynadı. Bu dövr doqmanın kölgəsində elmi metodun gizlicə yetkinləşdiyi bir keçid mərhələsi idi.
Kilsənin elmə baxışı xristian teoloqu Tertullianın məşhur sualında gizlənmişdi. Afinanın Qüds ilə nə əlaqəsi var? Yəni əgər müqəddəs kitab bizə xilasın yolunu göstərirsə, Yunanların bütpərəst elminə nə ehtiyac var? Bu fəlsəfə ilkin dövrlərdə elmi tədqiqatları dondurdu. İskəndəriyyə kitabxanasının qalıqları məhv edildi. Riyaziyyatçı və astronom qadın Hipatiya 415-ci ildə dini fanatiklər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Müqəddəs kitabın hər bir cümləsi fizika və astronomiya qanunu kimi qəbul edilməyə başlandı. Elm teologiyanın, yəni dinin xidmətçisinə çevrildi. Lakin kilsə həm də böyük bir imperiya idarə edirdi və imperiyanı idarə etmək üçün elmi alətlərə ehtiyac var idi. Ən böyük ehtiyaclardan biri zamanın ölçülməsi idi. Monastırlarda keşişlərin hər gün müəyyən saatlarda dua etməsi qanun idi. Namaz və ibadət vaxtlarını dəqiq müəyyən etmək üçün kilsə mexaniki saatların mühəndisliyinə böyük sərmayə qoydu. İlk böyük mexaniki saatlar Avropanın nəhəng kafedrallarının qüllələrində ucaldı. Zamanı ölçmək istəyi rəqəmsal və mexaniki düşüncəni inkişaf etdirdi. Eyni zamanda kilsənin qarşısında qlobal bir hədəf dayanırdı: missionerlik. Xristianlığı dünyanın dörd bir yanına yaymaq üçün kilsə rəhbərliyi kəşfiyyatçılar və dənizçilərlə əməkdaşlıq edirdi. Yad və vəhşi torpaqlara gedən katolik missionerləri yerli xalqların gözündə möcüzə yaradan müqəddəslər kimi görünmək üçün elmin gücündən istifadə edirdilər. Onlar özləri ilə apardıqları mexaniki saatları, dənizdə yollarını tapan maqnit kompasları və səmada ulduzların yerini təyin edən usturlabları yerli xalqlara Tanrının onlara verdiyi xüsusi güc kimi təqdim edirdilər. Çin imperatorunun sarayına qədər gedib çıxan iudaist keşişləri, məsələn Matteo Ricci, imperatora təqdim etdikləri saatlar və dəqiq astronomik təqvimlər sayəsində sarayda yüksək mövqelər qazandılar. Elm kilsənin əlində geosiyasi və dini bir təsir alətinə çevrilmişdi. Daha maraqlı bir fakt: bu gün Qərb elminin onurğa sütununu təşkil edən universitetlər məhz kilsənin daxilindən doğdu. 11-12-ci əsrlərdə Bologna, Paris və Oxford universitetləri kilsənin icazəsi və himayəsi ilə quruldu. İlk vaxtlar burada yalnız teologiya və kilsə hüququ öyrədilsə də, zaman keçdikcə antik Yunan mütəfəkkirlərinin, xüsusən də Aristotelin ərəb dilindən latincəyə tərcümə edilmiş əsərləri bu universitetlərin proqramına daxil oldu. Burada orta əsrlərin ən böyük intellektual hərəkatı sxolastika doğuldu. Sxolastikanın zirvəsi sayılan Akvinalı Thomas din ilə ağlı birləşdirməyə çalışdı. O yazırdı: "İnam ağla zidd deyil, o ağlın fövqündədir." Thomas Aristotelin məntiqini xristian teologiyasına uyğunlaşdırdı. Bu addım kilsə daxilində ağla və məntiqi arqumentasiyaya yer açdı. Universitetlərdə tələbələrə hər hansı bir tezisi müdafiə etmək üçün məntiqi debat sənəti öyrədildi. Fərqində olmadan kilsə öz daxilində onu gələcəkdə yıxacaq olan o tənqidi intellektual ordunu bəsləyirdi. Kilsənin elmə qoyduğu sərhəd bəlli idi. Elm müqəddəs kitaba xidmət etdiyi müddətcə yaşaya bilərdi. Onu təksib etdiyi anı isə kilsənin qəddar üzü inkvizisiya işə düşürdü. Həkimlər insan bədənini yarıb anatomiya dərsi keçmək üçün gizli qəbirləri qazmalı olurdular. Çünki kilsə bədənin yarılmasını günah sayırdı. Kimyagərlər cadugərlik ittihamı ilə tonqallarda yandırılırdı. Bu repressiyaların ən məşhur qurbanlarından biri keşiş Giordano Bruno oldu. Bruno sadəcə elmi kəşflər etmirdi. O həm də kilsənin geosentrik, yəni yer mərkəzli kainat modelinə qarşı çıxaraq deyirdi: "Kainat sonsuzdur və orada bizim kimi milyonlarla başqa dünyalar var." Bu fikir kilsənin insan Tanrının yeganə və mərkəzi yaradılışıdır doqmasını kökündən sarsıdırdı. Bruno fikirlərindən imtina etmədiyi üçün 1600-cü ildə Romanın Güllər meydanında diri-diri yandırıldı. O, tonqala aparılarkən hakimlərin üzünə bu tarixi cümləni qışqırmışdı: "Mənim ölüm hökmümü oxuyarkən siz onu dinləyən məndən daha böyük qorxu keçirirsiniz." Orta əsr kilsəsi elmi boğmağa çalışsa da, fərqində olmadan onun metodologiyasını qurdu. Monastır otaqlarında qədim əlyazmaları köçürən keşişlər, kilsə saatlarını düzəldən mühəndislər və universitetlərdə Aristotel məntiqini tənqid edən sxolastiklər elmi inqilabın yollarını döşüyürdülər.
Kilsə elmi sındırmaq istədi, amma onu qlobal miqyasda istifadə edərək modern dünyanın qurulması üçün lazım olan mexaniki və institusional təməlləri də öz əlləri ilə yaratdı. 1517-ci ildə Almaniyanın Wittenberg kilsəsinin qapısına 95 tezisini mismarlayan rahib Martin Luther sadəcə dini bir islahat başlatmadı. O, Avropanın intellektual coğrafiyasını kökündən dəyişdirəcək teoloji bir zəlzələnin fitilini yandırdı. Bu hərəkat protestantlıq, xüsusilə lüteranizm və Jean Calvinin əsasını qoyduğu kalvinizm Qərbin elmə baxışını tamamilə sekulyarlaşdırdı və sənaye inqilabının psixoloji təməllərini atdı. Sosioloq Max Weberin öz məşhur əsərində qeyd etdiyi kimi, protestant etikası sənaye kapitalizminin və rasional elmin ruhunu doğurdu. Katolik kilsəsinin elmi boğan ən böyük argumenti bu idi. Həqiqət yalnız kilsəyə və papaya məlumdur. Sən kilsənin dediyindən kənara çıxa bilməzsən. Martin Luther bu inhisarı darmadağın etdi. O, yalnız müqəddəs yazı prinsipini irəli sürərək bildirdi ki, insanla Tanrı arasında vasitəçiyə, papaya və ya keşişə ehtiyac yoxdur. Hər bir fərd müqəddəs kitabı öz dilində oxumaq və anlamaq hüququna malikdir. Bu fikir Avropada savadlılıq səviyyəsinin kəskin şəkildə artmasına səbəb oldu. İnsanlar oxumağı öyrəndilər. Kilsənin mütləq həqiqət mərkəzi statusu itdikdən sonra fərdin öz ağlı və müşahidə qabiliyyəti ön plana çıxdı. Şübhə etmək və fərdi şəkildə araşdırmaq artıq günah deyil, teoloji bir azadlıq idi. Jean Calvin isə bu fəlsəfəni daha radikal və elmi müstəviyə daşıdı. Kalvinizmin mərkəzində alın yazısı nəzəriyyəsi dayanırdı. Bu inanca görə Tanrı kimin cənnətə, kimin cəhənnəmə gedəcəyini kainat yaradılarkən onsuz da müəyyən edib və insanın bunu dəyişdirməyə gücü çatmaz. Bəs insan seçilmişlərdən olduğunu necə bilə bilərdi? Cavab sadə idi. Bu dünyada çox çalışmaq, nizamlı yaşamaq və uğur qazanmaqla. Protestantlıq tənbəlliyi ən böyük günah, sistemli işi isə ibadət elan etdi. Onlar üçün laboratoriyada mikroskop altında işləmək, kilsədə şam yandırmaqdan daha müqəddəs bir fəaliyyətə çevrildi. Protestantlığın elmə qazandırdığı ən böyük teoloji bəraət isə Tanrının iki kitabı konsepsiyası idi. Bu fəlsəfəyə görə yaradan insanlığa özünü dərk etmək üçün iki kitab bəxş edib. Birincisi müqəddəs kitab, yəni vəhiy. İkincisi isə təbiət kitabı, yəni kainat. Tanrının ucalığını, onun ağlını anlamaq istəyən insan təbiət kitabını oxumalı, yəni fizika, astronomiya və biologiya ilə məşğul olmalı idi. İngilis kimyaçısı Robert Boyle yazırdı: elm adamı təbiət məbədinin keşişidir. Yəni təbiətin qanunlarını kəşf etmək, Tanrının sənətinə heyran olmaq və onu ucaltmaq demək idi. Bu teoloji çevriliş elmi araşdırmaların qarşısındakı bütün psixoloji qorxu bariyerlərini yıxdı. Bu dövrdə elmin inkişafına təkan verən ən böyük texnoloji faktor isə Johann Gutenbergin kitab çapının yeni kəşfi oldu. Protestantlar öz fikirlərini yaymaq üçün mətbəədən kütləvi şəkildə istifadə etdilər. Mətbəə eyni zamanda elmi məlumatların qloballaşmasını təmin etdi. Əvvəllər bir elm adamının əlyazması yalnız bir neçə nüsxədə mövcud idisə və monastır rəflərində tozlanırdısa, indi botanika, anatomiya və riyaziyyat kitabları minlərlə nüsxə ilə çap olunub bütün Avropaya yayıldı. Elm adamları artıq bir-birlərinin kəşflərindən dərhal xəbərdar olur və elmi müzakirələr beynəlxalq miqyas alırdı. Avropada elmi aktivliyin mərkəzi Katolik cənubdan, İtaliyadan, İspaniyadan protestant şimala, İngiltərəyə, Niderland, Almaniyaya doğru sürüşdü. İngiltərədə qurulan və modern elmin beşiği sayılan London Kral Cəmiyyətinin ilk qurucu üzvlərinin mütləq əksəriyyəti puritanlar, yəni radikal İngilis protestantları idi. Onların devizi belə idi: Nullius in verba, yəni heç kimin sözünə inanma, hər şeyi təcrübə ilə yoxla. Kalvinizm həmçinin sərvət toplamağı və ticarəti günah sayan katolik baxışını dəyişdi. Ticarət və sənaye inkişaf etdikcə mühəndisliyə, naviqasiyaya, metallurgiya və riyazi hesablamalara tələbat artdı. Gəmilərin dənizdə mövqeyini dəqiq təyin etmək üçün astronomiyaya, daha güclü silahlar istehsal etmək üçün fizika və kimyaya investisiya qoyulmağa başlandı. Elm artıq monastır otaqlarında vaxt keçirmək üçün edilən mücərrəd bir məşğuliyyət deyil, iqtisadi və hərbi gücün əsas hərəkət verici qüvvəsi bir sənaye aləti idi.
Luther və Calvin kilsənin dogmatik zəncirlərini qırmaqla Avropa insanının zehnində yeni bir magistral yol açdılar. Onlar fərdi ağla sərbəstliyi verdilər və təbiəti araşdırmağı teoloji bir vəzifə səviyyəsinə qaldırdılar. Məhz bu teoloji sındırma olmasaydı, biraz sonra gələcək olan Kopernik, Galiley və Newton kimi dahilərin elmi tapıntıları kilsə tərəfindən çox asanlıqla boğulacaqdı. Protestantlıq elmi inqilaba ehtiyac duyduğu o intellektual zirehi və azadlıq mühitini bəxş etdi. Protestant islahatının açdığı azadlıq cığırı bəşər tarixinin ən böyük intellektual partlayışına zəmin hazırladı. 16 və 17-ci əsrlər Avropasında göy üzünə və yerə baxış tamamilə dəyişdi. Bu dövr sadəcə yeni alətlərin kəşfi ilə bitmədi. Bu, insanın kainatdakı yerini kökündən sarsıdan, insan mərkəzli dünya görüşünü darmadağın edən elmi inqilab dövrü idi. İnsanlıq özünü kainatın mərkəzində oturan əvəzsiz varlıq hesab edərkən, bir neçə dahinin inadı ilə özünü kosmosun ucqar bir küncündə fırladan siravi bir toz zərrəsinin üzərində tapdı. Bu böyük sarsıntının ilk addımını polyak keşiş və astronom Nikolay Kopernik atdı. O 1543-cü ildə ölüm yatağında ikən çap olunan göy sferalarının fırlanması haqqında əsəri ilə kilsənin və Aristotelin 2000 illik geosentrik modelini rədd etdi. Kopernik riyazi hesablamalarla sübut etdi ki, yer kainatın mərkəzi deyil, o sadəcə günəşin ətrafında fırlanan siravi planetlərdən biridir. Bu, heliosentrik, yəni günəş mərkəzli sistemin doğuşu və bəşəriyyətin ilk böyük ego travması idi. Kilsə bu nəzəriyyəyə dərhal qarşı çıxdı. Çünki bu, müqəddəs kitabın Tanrı dünyanı sabit yaratdı ayələrinə zidd idi. Kopernikin kağız üzərindəki riyazi modelini vizual reallığa çevirən isə İtalyan fiziki Galileo Galilei oldu. 1609-cu ildə Galilei Hollandiyalı eynək ustalarının uzağı görən bir cihaz düzəltdiyini eşitdi. O bu ideyanı götürərək öz teleskopunu qurdu. Galilei bu borunu hərbi məqsədlər üçün deyil, göy üzünə çevirən ilk insan oldu. Teleskop kilsənin səmavi doqmalarına ölümcül zərbələr vurdu. Aristotel fəlsəfəsinə görə aydan o tərəfdəki hər şey mükəmməl, hamar və qüsursuz sferalardan ibarət idi. Lakin Galilei teleskopla aya baxanda orada dərələr, dağlar və kraterlər gördü. Ay elə yer kimi kələkötür bir maddə idi. O, Yupiterin ətrafında fırlanan 4 peyk kəşf etdi. Bu, hər şeyin yalnız yerin ətrafında fırlanmalı olduğu iddiasını tamamilə alt-üst etdi. Galilei 1632-ci ildə yazdığı əsərinə görə İnkvizisiya məhkəməsinə çəkildi. Kör olmaq və yandırılmaq təhlükəsi ilə üz-üzə qalan dahi filosof diz çökərək yerin fırlanmadığı bəyanatına imza atmağa məcbur oldu. Rəvayətə görə o, zaldan çıxarkən ayağını yerə vurub pıçıldamışdı. Amma hər halda o fırlanır. Galilei bəşəriyyətə təkcə teleskopu vermədi. O modern elmin metodologiyasını yaratdı. O deyirdi, təbiət kitabı riyaziyyat dilində yazılmışdır. Hər hansı bir elmi iddianı sübut etmək üçün artıq müqəddəs mətnlərə deyil, ölçülə bilən təcrübələrə və riyazi tənliklərə ehtiyac var idi. Elmi inqilabın zirvə nöqtəsi və bu dağınıq kəşfləri vahid bir sistemdə birləşdirən dahi isə Isaac Newton oldu. 1687-ci ildə o, bəşər tarixinin bəlkə də ən vacib elmi kitabı olan Təbiət fəlsəfəsinin riyazi başlanğıcları əsərini nəşr etdirdi. Newton ssenaridəki o məşhur alma hekayəsində olduğu kimi, yerdəki almanın yerə düşmə sürəti ilə göydəki ayın yerin ətrafında fırlanma mexanizminin eyni qanuna tabe olduğunu kəşf etdi. Bu, ümumdünya cazibə qanunu idi. Newton bu sadə düsturla səmada fırlanan planetlərin hərəkəti ilə yerə atılan bir oxun hərəkətini eyni riyazi tənli ilə birləşdirdi. O, kainatın bir kilsə möcüzəsi deyil, mükəmməl şəkildə qurulmuş hər bir çarxı riyazi dəqiqliyi ilə işləyən nəhəng bir mexaniki saat olduğunu sübut etdi. Əgər kainat bir saat idisə, deməli onun mexanizmini öyrənmək, gələcəyi hesablamaq və təbiəti idarə etmək mümkün idi. Newton həmçinin işığın təbiətini kəşf etdi, rənglərin spektrini tapdı və müasir mühəndisliyin təməli olan diferensial və integral hesablamalarını yaratdı. Onun tabutu üzərində bu sətirlər yazılmışdı. Ölümlülər sevinsinlər ki, bəşəriyyətin belə bir bəzəyi mövcud olub. Kopernik bizi mərkəzdən çıxardı. Galilei kilsənin körlüğünü teleskopla müalicə etdi. Newton isə insan ağlına kainatın idarə etmə pultunu verdi.
Bu üç dahinin qurduğu mexaniki dünya görüşü olmasaydı, nə Newton fizikasına əsaslanan fabriklər qurula bilərdi, nə bugün göydələnlər tikilərdi, nə də sənaye inqilabı baş verərdi. Onlar insanı təbiətin qarşısında qorxu içində titrəyən bir qurban olmaqdan çıxarıb, təbiətin qanunlarını oxuyan və ona hökm edən bir gücə çevirdilər. Newtonun mexaniki kainat modeli bəşəriyyəti sənaye erasına daşıdı. Lakin 20-ci əsrin astanasında Newton fizikasının izah edə bilmədiyi mikro dünya, atomlar və makro dünya, galaktikalar səviyyəsində elmi böhranlar baş qaldırdı. Bu böhranları sındırmaq və insan ağlının sərhədlərini kainatın ən ekstremal nöqtələrinə qədər genişləndirmək üçün tamamilə fərqli intellektual inqilablara ehtiyac var idi. Bu radikal dəyişikliyi fizika sahəsində Albert Einstein, biologiya və elmi dünya görüşü sahəsində isə Richard Dawkins kimi mütəfəkkirlər tamamladı. 1905-ci ildə patent ofisində sıravi bir məmur olaraq çalışan 26 yaşlı Albert Einstein elm dünyasını sarsıdan 4 elmi məqalə nəşr etdirdi. O, Newtonun 200 illik dəyişməz, mütləq zaman və mütləq məkan anlayışlarını darmadağın etdi. Einstein'in xüsusi və ümumi nisbilik nəzəriyyələri sübut etdi ki, zaman hər kəs üçün eyni sürətlə axmır. Zaman və məkan kainatın bükülə bilən, dartıla bilən və kütlə tərəfindən deformasiyaya uğradıla bilən vahid bir parçasıdır. Einstein'in həmin məşhur formulu bəşəriyyətin maddəyə baxışını vizual olaraq dəyişdi. Bu qısa tənlik sübut etdi ki, maddə əslində sıxılmış, həbs olunmuş nəhəng bir enerjidir. Bu kəşf kosmik eranı, atom enerjisinin və bugün cibinizdə daşıdığınız telefonların daxilindəki GPS naviqasiya sistemlərinin təməlini qoydu. Əgər Einstein'in nisbilik tənlikləri peyklərin proqram təminatına daxil edilməsəydi, zamandakı nanosaniyəlik sürüşmələr səbəbindən GPS xəritələri hər gün kilometrlərlə səhv göstərərdi. Einstein bəşəriyyətə kainatın daxili toxumasını göstərdi və onun məşhur sitatı elmi axtarışın fəlsəfəsini xülasə etdi. Əhəmiyyətli olan sual verməkdən imtina etməməkdir. Maraq hissinin öz-özlüyündə mövcudluq səbəbi var. Fizika kainatın və zamanın kodlarını yenidən yazarkən, biologiya sahəsində də insanın öz bioloji kökləri ilə bağlı radikal bir sındırma baş verdi. Charles Darwinin 19-cu əsrdə təməlini qoyduğu təkamül nəzəriyyəsi 20-ci əsrdə genetik elmin kəşfləri ilə birləşdi. Bu modern sintezi fəlsəfi və elmi populyarlaşdırma səviyyəsində ən radikal müstəviyə daşıyan isə İngilis təkamül bioloqu Richard Dawkins oldu. Dawkins 1976-cı ildə nəşr olunan Egoist gen əsəri ilə biologiyaya tamamilə inqilabi bir baxış gətirdi. O dövrə qədər təkamülün fərdlər və ya növlər səviyyəsində getdiyi düşünülürdü. Lakin Dawkins iddia etdi ki, təkamülün əsas vahidi fərd deyil, gendir. Canlılar, o cümlədən biz insanlar, genlərin öz nüsxələrini gələcək nəsillərə ötürmək üçün qurduğu keçici, bioloji, sağ qalma maşınlarıyıq. Dawkins yazırdı, biz gen dediyimiz egoist molekulları qorumaq üçün kör-köranə proqramlaşdırılmış robot vasitələriyik. Bu fərziyyə elmdə böyük bir səs-küyə səbəb oldu. İnsanın bioloji olaraq kainatın mərkəzində dayanmadığı reallığı indi genetik səviyyədə də təsdiqləndi. Lakin Dawkins insanı sadəcə bioloji determinizmə buraxmadı. O eyni zamanda mem anlayışını elmə gətirdi. Mem, genlərin bioloji olaraq ötürülməsi kimi mədəniyyətin, ideyaların, dillərin və adətlərin də beyindən beyinə replikasiya edilərək, yəni kopyalanaraq ötürülən mədəni vahididir, dedi. Bu konsepsiya sosiologiya və psixologiyada insanın sosial davranışlarını analiz etmək üçün tamamilə yeni qapılar açdı. Dawkins həmçinin elmin sekulyar, yəni dünyəvi sərhədlərini ən aqressiv və cəsarətli şəkildə müdafiə edən müasir rasionalizmin simasına çevrildi. O, elmi metodun hər hansı bir tabu və ya müqəddəs toxunulmazlıq qarşısında dayanmamalı olduğunu bəyan etdi. Onun fəlsəfəsinə görə təbiətin və bəşəriyyətin sirlərini anlamaq üçün yeganə etibarlı alət empirik sübutlara əsaslanan elmdir. Einstein və Dawkins kimi dahilər qərb elminin çatdığı ən üst pilləni təmsil edirdilər. Onlar insanlığı uşaqlıq dövrünün nağıllarından ayıraraq onu reallığın soyuq, lakin heyran edici gözəlliyi ilə üz-üzə qoydular. Einstein səmada zamanın büküldüyünü sübut etdi. Dawkins generasiyalar boyu genlərin bizi necə formalaşdırdığını göstərdi.
Bu radikal zəkalar olmasaydı, bugün nə kvant kompüterlərindən, nə gen mühəndisliyindən, nə də bizi xəstəliklərdən xilas edən DNT texnologiyalarından danışa bilərdik. Onlar insan ağlının sarsılmaz müstəqilliyini bütün dünyaya elan etdilər. Pifaqorun səs harmoniyasından Einsteynin zaman bükülməsinə, kilsənin mexaniki saatlarından Dawkinsin egoist genlərinə qədər uzanan bu nəhəng tarixi marafonun sonuna gəldik. İndi isə masanın üzərində dayanan o ən böyük, ən başdakı provokativ suala qayıtmağın vaxtıdır. Qərb elmi olmasaydı, biz həqiqətənmi hələ də əlimizdə nizə, çadırda yaşayırdıq? Bu sualın ədalətli və dərindən cavabı sivilizasiyaların kollektiv yaddaşında gizlənib. Tarixi dürüstlüklə etiraf etmək lazımdır ki, Qərb elmi heç də boşluqda, sıfırdan doğulmadı. Avropanın bugün öyündüyü o intellektual imperiya əslində özündən əvvəlki digər böyük sivilizasiyaların çiyinlərində yüksəldi. Pifaqor və Platonun formalaşdırdığı antik Yunan irsi, İslamın qızıl çağında Bağdadın Beytül Hikmə kitabxanalarında ərəb dilinə tərcümə edilərək qorunmasaydı, İbn Sina, Əl-Xarəzmi, İbn Əl-Heysəm və İbn Rüşd kimi şərq dühaları riyaziyyatı, optikanı və tibbi inkişaf etdirməsəydi, Qərb elmi inqilabı üçün lazım olan materialı tapmayacaqdı. Bugün kompüter kodlarının təməlində duran alqoritm sözü belə riyaziyyatçı Əl-Xarəzminin adından götürülüb. Avropanın dənizlərə hökm etməsini təmin edən kompas və barıt Çindən, bugün istifadə etdiyimiz rəqəmsal sistem isə Hindistandan gəlmişdi. İsaac Newtonun məşhur bir sitatı bu reallığı ən gözəl şəkildə ifadə edir. Əgər mən digərlərindən daha uzağı görə bilmişəmsə, bu nəhənglərin çiyinlərində dayandığım üçündür. Bəs o zaman necə oldu ki, bütün bu bilikləri toplayan Şərq, Çin və ya Hindistan deyil, məhz Qərb bugün evimizdəki kondisioneri, cibimizdəki interneti və bizi qoruyan hüquq sistemini yaradan o böyük sıçrayışı edə bildi? Cavab elmin bir sənət və ya mistik hobbi olmaqdan çıxarılıb, sistemli bir metoda və institusional maşına çevrilməsindədir. Digər sivilizasiyalar elmi kəşfləri fərdi dühaların parlaması səviyyəsində saxladıqları halda, Qərb onu universitetlərlə, mətbəələrlə, protestant iş etikası ilə və ən əsası, hər bir doqmanı sorğulayan azad şübhə metodologiyası ilə birləşdirdi. Onlar elmi kapitala, iqtisadiyyata və texnologiyaya çevirməyin formulunu tapdılar. Əgər Qərb elmi inqilabı baş verməsəydi, biz bəlkə də sözün hərfi mənasında əlimizdə nizə ilə çadırda yaşamazdıq. Çünki Şərqin də, Çinin də özünə məxsus böyük şəhərləri, sarayları və memarlıq abidələri var idi. Lakin biz mütləq şəkildə texnoloji və intellektual bir durğunluq reallığında yaşayacaqdıq. Tibb yenə də bitki köklərindən və cadulardan asılı qalacaq, uşaq ölümlərinin qarşısını alan peyvəndlər və antibiotiklər tapılmayacaq, aclıq epidemiyaları milyonları qırmağa davam edəcəkdi. İnsan hüquqları, fərdi azadlığı və qadın haqları kimi modern prinsiplər heç vaxt hüquqi sənədlərə çevrilməyəcək, bəşəriyyət mütləqiyyətçi kralların və dini doqmaların kölgəsində yaşamağa məhkum olacaqdı. Elm heç bir coğrafiyanın, heç bir irqin və ya dinin inhisarında deyil. O, bəşəriyyətin ortaq mirasıdır. Lakin Qərb dünyası bu mirası götürüb, onu insan ağlının ən böyük azadlıq alətinə çevirə bildi. Bizi qaranlıqdan, qorxulu xaosdan, təbiətin qarşısında aciz qalmaqdan və bəli, o intellektual çadırlardan çıxaran əsas qüvvə insanın öz ağlına inamı və sual verməyə cəsarəti oldu. Bugün sahib olduğumuz hər bir rahatlıq, kilsə tonqallarında yananların, inkvizisiya qarşısında diz çökməyənlərin və gecələr teleskopla səmada həqiqəti axtaran o dəli dahilərin bizə buraxdığı ən böyük əmanətdir. Bax, elə bu səbəbdən bugün biz uşaqlarımızın gələcəyini şərq təfəkkürlü, mistika və doqmalarla yaşayan dini ölkələrdə deyil, Avropanın intellektual mühitində görürük. Onları Qərb universitetlərinə göndərmək üçün hər bir fədakarlığa qatlaşırıq. Çünki cavab və reallıq elmdədir. Tarix bizə sübut etdi ki, mistika və kör-körənə inam insanı sadəcə itayətə məhkum edir. Yalnız elm insanlıq üçün hər zaman ən yaxşı, ən ədalətli və ən rifah dolu yaşam formulunu kəşf edə bilib. Bugün heyranlıqla baxdığımız hüququn və texnologiyanın zirvəsində dayanan Avropa cəmiyyətləri bu formulun reallıqdakı ən böyük praktiki nümunəsidir.
uşaqlarımızın çadırlarda və ya doğmaların zindanında deyil, ağlın işığında yaşaması üçün biz hələ də o antik Yunan mütəfəkkirlərinin, elmi inqilab memarlarının açdığı işıqlı yolla irəliləməyə məhkumuq. Çünki ağlın və elmin mərkəzi olmadığı hər bir cəmiyyət gec-tez öz qaranlığında bastırılmağa məhkumdur. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.